Bugün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Bu imtahan Şuşa, Xankəndi və Xocalı rayonları üçün daha əlamətdar olub. Çünki 9-cu siniflərin buraxılış imtahanı əzəli torpaqlarımızda ilk dəfədir ki, keçirilirdi. Xankəndi şəhəri 4 nömrəli tam orta məktəbdən 49 şagird, Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdən 6 şagird, Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdən 14 şagird buraxılış imtahanında iştirak edib. İşğaldan azad olunmuş rayonlarda imtahan verən şagirdlərin sayı 69 nəfər olub. Bu tarixi bir hadisədir ki, Xankəndi şəhərində 4 nömrəli məktəbdə 9-cu sinif buraxılış imtahanı götürülür. Allah Ali Baş Komandanımıza dəyməsin, ordumuza dəyməsin, ordumuzu qorusun. Gözəl bir gündür, şərəfli bir gündür. Allah uşaqların hamısına uğurlar qismət eləsin inşallah. Yaxşı yazarlar, bizi sevindirərlər. Həyəcanımızın həddi hüdudu yox. İşğaldan azad olunan rayonlar üzrə buraxılış imtahanları 3 binada təşkil olunub. İmtahanların idarə olunmasına 3 bina nümayəndəsi, 3 imtahan rəhbəri və 4 zal nəzarətçisi cəlb edilib. Biz bu günü çoxdan arzulamışdıq və çox xoşbəxtik ki, bugünkü gün bizə müəssər oldu. Bugün biz Xankəndi şəhəri 4 saylı orta məktəbdə imtahandayıq. İmtahan vaxtında başlandı. İmtahan zamanı heç bir qayda pozuntusuna yol verilməmişdir. Xankəndi məktəbinin 9-cu sinif şagirdiyəm. İmtahanımızı verdi. İnşallah sinif yoldaşlarım doğrular. Mən də yaxşı yazdım. İnşallah hamımızın nəticəsi yaxşı olar. Fəxr edirəm ki, elə burada oxuyuram. Elə anam da, atam da hamısı bu məktəbin tələbələri olub. İmtahan şükür yaxşı keçdi. Özümdən yüksək nəticə gözləyirəm. Bu torpaqlarda imtahan vermək mənim üçün çox qürur vericidir. Çox sevincliyəm. Bu sevinci yaşadan şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə şəfa versin, ordumuzu sağ qorusun. Nizami Gəncəvanla 4 nömrəli tam orta məktəbdə təhsil alıram. Burada təhsil almaq çox qürur verici bir histir. Biz burada yaşamağımızı, təhsil almağımızı şəhidlərimizə borcluyuq. Allah onlara rəhmət eləsin. İmtahanımız da çox yaxşı keçdi. İnşallah hər bir kəsə uğurlar arzulayıram. Hər bir kəs istədiyi bağlı toplaya bilər. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilən şəhər və rayonlarda ümumilikdə 212 imtahan binası, 3816 imtahan zalı, imtahanların idarə olunmasına 620 imtahan rəhbəri və ümumi rəhbər 4762 nəzarətçi ayrılıb. İmtahanda 51237 şagirdin iştirakı gözlənilirdi. İmtahanda 60 nəfər sağlamlıq imkanları məhdud şagird də iştirak edib. 3 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib. İmtahan protokollarının və cavab vərəqlərinin emalına aprelin 14-də başlanılacaq. Açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur. İmtahanda istifadə edilmiş test tapşırıqlarının düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək. Sənan Bəhrəmli, Aslan Məmmədli, Nigar Rəcəbova, ATV Xəbər, Xankəndi.